Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Selamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah en birinci tebrik eləyirik. Qardaşımızın evladıdır. Allah mübarək eləsin, xeyirli, bərəkətli olsun. Və təbii ki, ailə həyatı qurmaq mühüm məsələlərdəndir. İnsan həyatında vacib məsələlərdən biridir. İnsan onunla kamilləşir, cəmiyyət tamamlanır, cəmiyyət olur, islah olur. Təbii ki, bunlar hamısı cəmiyyətin islahı üçün böyük bir səbəbdir. Çünki ailə quranda görürsən ki, xüsusən də qıraq öz əmisi, öz xalası, öz dayısı, qızı, uşağı olmasa, qıraqdan məsələn evlənəndə görürsən ki, o tərəf böyük bir, məsələn, əgər adamın tərəfi varsa və oğlan tərəf, qız tərəf, bunlar hamısı qohumlaşır. Və bu da təbii ki, bu bir siyasətdir. Cəmiyyətin islah olmağı üçün, yəni, cəmiyyət yaxınlaşır insanlar. İnsanlar görürsən ki, qohum olduğunu görə artıq münasibət dəyişir. Və nə qədər insanlar evlənsələr cəmiyyətdə və xüsusən də qıraqdan. Çünki məsələn görürsən ki, əmi oğluna əmi qız evlənəndə heç dəyişmir. Heç nə var idi, hələ də dayandı. Amma görürsən ki, məsələn başqa yerdən, tərəfdən alanda qohum olursan, başqa kənddən, başqa rayondan, başqa şəhərdən. Təbii ki, bu təsirləyir. Bu ailələrin həm xeyri üçün də, həm də cəmiyyətin xeyridir. Yəni, ailə həyatı qurmaq, həmçinin cəmiyyət faydalanır. İslah olur cəmiyyət. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem bizə bildirib ki, qardaşımız da qeyd elədi o hədisi ki, cavanlara tövsiyə ilə evlənməyi deyir. Əgər olmasa fitnə olacaq. Ona görə evlənmək cəmiyyətdə fitnənin qabağını almaqdır və başqa məsələlərin qabağını almaqdır. Və sadəcə əsas nədir? Ailədə ciddi yanaşmaq, ailə dəyərlərinə ciddi yanaşmaq. Çünki yəni görürsünüz ki, cəmiyyətdə boşanmalar çoxalıb. Və bu hal bir də bizim cəmiyyətə aiddir, ərəb ölkələrinə də aiddir, xaricdə də aiddir, həmsine aiddir. Yəni dünyada elə bir ki, yəni bir idarə eləyirlər insanları, insanlara təsirlər. Təbii ki, bunun da hamısı ən böyük səbəbi bilirsiniz ki, telefondur. Bütün örümcək toru kimi dünyanı bürüyüb və hansısa bir fikri yaymaq üçün, hansısa bir fikri aparmaq üçün fikrə adama heç lazım deyil gəlməyi bura. Ola bilər, məsələn, ölkəndə heç kəs yoxdur, məsələn, tutaq ki, hansısa bir fikir sahibi, lakin qıraqdan oturub idarə eləyə bilər. Qıraqdan oturub, buna görə və xüsusən də indi ailə dəyərlərinə qarşı siyasət gedir dünyada. Ailənin mühüm olmamağı və qaldırırlar bunu cürbəcür yollarla. Məsələn, əsasən də qadınlardan istifadə edirlər. Çünki qadın zəif tərəfdir. Zəif tərəfdir. Düzdür, elə məsələlər var ki, qadın güclüdür kişilər. Amma o demək deyil ki, qadın üstündür və ya qadın güclüdür hər şeydə, yox. Amma elə məsələlər var ki, kişi güclüdür. Yəni, qadın onu eləyə bilməyəcək. Və təbliğat gedir qadınlara qarşı, yəni qadınların vasitəsilə. Qadınların vasitəsilə. Ona görə imperiyalar, böyük bir imperiyalar görürsən ki, dövlətlər qadınların səbəbinə dağılıb. Peyğəmbər sallallahu aleyhi ve sellem işarə edib bizə. Məhz qadınlar dağıtdı Bəni İsrail, o hansısa imperiyanı. Ona görə onlar nə vasitəyə əl atırlar? Qadınların tərəfdən, qadınlar tərəfdən. Başlayırlar ki, məsələn, ailə həyatı qurmaq lazım deyilsən, gəlib baxacaqsan ona, qul olacaqsan, qul olma, azad ol, müstəqil ol. Bu saat, məsələn, evlənmək məsələləri də, məsələn, indi görürsünüz ki,
bəzilər bilə-bilə, bəzilər bilməyə-bilməyə deyirlər ki, erkən yaş. Yaxşı, nə vaxt evlənsin? Erkən, yaxşı, 25 yaş qabaq, 25 yaş artıq qocalmış idi. Deyir ki, bizdə hətta bəzi məsələn ədəbiyyata baxanda rusların deyir 20 yaşlı qarı girdi içəri. Yəni 20 yaşlı da hətta onlar artıq qocalmış kimi baxırdılar. Lakin indiki təbliğata fikir versiniz, yox, hələm cavandır, qoy oxusun, qoy universitetə getsin, həyat gedir. Düz yox, o da lazımdır. Lakin onu təmzimləmək lazımdır bir tərə. Yəni hamın durur deyən ki, hamı həll eləsin. Bu fəsad olaraq. Yəni fikir versiniz, təbliğat gedir. Həm də dini cəhətdən də necə görürsünüz. Məsələn, ateizm var idi. Bu brend köynəldi. Gördülər ki, indi kimi çıxartdılar, dindən çıxartdılar. Sonra gəldilər başqa bir üslubla. Deist. Bu da başqa brenddir. Dedilər, yox, var nəsə. Nəsə var. Amma peyğəmbərlər, dinlər, zaten onlar hamısı biz inanmırıq. Sonra dinin içində də görürsən ki, müsəlman cəmiyyətlərində də müəyyən fikirləri yayırlar. Bunlar Amerika sayığı İslamda, Avropa sayığı İslam, Mason sayığı İslam. Məsələn, gəlir deyir ki, məsələn, biri mən peyğəmbərəm. Məsələn, deyir ki, mən peyğəmbərəm. Yəni, göstərmək istəyir ki, yəni, bizim Muhammed sallallahu aleyhi ve sellem ərəblər üçün gəlib, bizə yox. Və İslam dini ərəblərin adətidir. Bunlar hamısı təbii ki, yalandır. Peyğəmbər sallallahu aleyhi ve sellem, düzdür, İslam dini adətlərin əleyhinə deyil. Hansı adətlərinin əleyhinədir? Şəriətə zidd olan. Amma şəriətə zidd olmayan adətlər əleyhinə deyil. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem gələndə o adətlər ki, şəriətə zidd idi, onlar qadağan elədi. Lakin nə qədər adətlər var idi, toxunmadı. Hətta Kəbənin qapısı İbrahim əleyhissalam vaxtında yerlə idi. 2 dənə qapısı var idi. Kəbədə bir tərəfdən keçib, girib o bir tərəfdən çıxırdım. Və yerlə bərabər, lakin onu nə eləmişdilər? Birini örtmüşdülər, o birisi qapını da qaldırmışlar yuxarı ki, müşriklər hər adamı bıraxmasınlar. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Deyir, baxır Kəbəyə, deyir ki, əgər, yəni, daha doğrusu sahabələrə deyir ki, əgər istəyərdim ki, əgər cəmaat qəbul eləsəydi, mən qapını, Kəbəni İbrahim vaxtında kim eləyərdim? İbrahim əleyhissalam vaxtında, yəni 2 qapını da aşağı salardım yerinə. Lakin tərk elədi. Yəni müəyyən şeylər, o şeylər ki, şəriətə zidd deyil, gedər, Peyğəmbər sallallahu aleyhi ve sellem toxunmurdu. Və bu ərəblərin adəti deyil, məsələn, İslam dini ərəblərin adəti deyil, İslam dini bütün dünya üçün gəlib. Sonra məsələn, çıxır, görürsən ki, biri gəlir, deyir ki, gəlin öz dilimizdə qılaq. Biri çıxır, məsələn, deyir ki, indi özünüz görürsən, biri çıxır, veriblər onun qabağı. Özü deyir, Amerika məni sevir. Amerikanlar məni sevmir, amma bizdə sevirlər. Amerikanlar sevir, götürür Amerikayı da. Əcaib. Və yəni o heç də o xəstə insandır, yəni psixoloji problemli insandır, yəni görsənir. Lakin problem nədir? Ona qulaq asanlar var cəmiyyətdə. Ona qulaq asanlar var. Bəzi gör ki, tanınmış adamlar da hətta deyirlər, o islahatlar eləyir, əla. Savadsız da dinli cəhətdən, dini mənbələri xəbəri yoxdur bu adamın. Əgər hələ adam üçün islahatçı deyir. O da götürüb bir 6, 7, 8 dənə mövzudur. Məsələn, hansısa Quran ayələrini deyir ki, məsələn, 18 müsbətdir bu. Hansı ayələrini? Qardaş da bir yax dedi ki, o da ayələr var ki, onda hamısı 18 müsbətdir. Və ya, yəni özündən başlayır təfsir eləməyə. Bunlar hamısı nədir? Qardaşlar, fikir verirsiniz, kafirlər, dinimizin düşmənləri, onlar cürbəcür yollara əl atırlar, cürbəcür adamları çıxardırlar. Nədir? Çaşdırsınlar insanları. Çaşdırsınlar, dinlərindən uzaq salsınlar. Dinsiz olsun, mənəviyyatsız. Aydındır qardaşlar. Ona görə biz əlac nədir? Özümüzü qorumaq üçün birinci dinimizi öyrənmək, sonra onu əməl eləmək, yaşamaq. Yaşamaq və bunu yaymaq. Bunu yaymaq səbirlə. Bunu yaymaq səbirlə. Elhamdülillah, biz peyğəmbərsiz dinimizi başa düşə bilməyəcəyik. Sallallahu aleyhi ve sellemsiz. Ona görə Quran-ı Kərimdə fikir verirsən, Allah bir dənə özünü demir. Deyir, kim mənə və mənə
mənim Rəsuluma tabi olsa, kim mənə və mənim Rəsuluma, özündən sonra Rəsul, əgər Rəsul belə mühüm olmasaydı, deyərdi mənim özümə. Və bir ayədə deyir ki, və in tutayuhu təhtədu. Yəni siz ona tabi olsanız, düzgün yolda olacaqsınız. Və başqa ayədə deyir ki, onu sevsəz, mən də siz sevəcəm. Qul in kuntum tuhibbunallah fəttəbi'uni yuhibbukumullah. Əl-əyə. Yəni Allah sevirsənsə peyğəmbəri sev ki, yoxsa elə deyərdi Allah Taala məni sev bəsdir. Peyğəmbərə yönəldir. Həmçinin deyir ki, onun əmrinə müxalif olsa peyğəmbərin sallallahu əleyhi və səlləm. Və başqa ayədə deyir ki, mənə və mənim Rəsuluma tabi ol və əmir sahiblərinə. Və lakin əgər nədəsə ixtilaf düşsə, qaidun mənə və Rəsuluma. Rəsuluma. Əgər Rəsul belə mühüm bir gəlişi olmasaydı, hələ Quran-ı Kərimin özündə necə zikr olunur və belə ayələr çoxdur ki, onu sevmək, ona tabi olmaq peyğəmbərimizə, onun əmrindən müxalif olmamaq və bu kimi ona tabi olmaq və s. Ona görə qardaşlar, yol budur. Yol, dinimizi öyrənək və əməlliyək, dinimizi və başqalarına dəvət edək. Görürsünüz, kafirlər, onlar çalışırlar, onlar adamlar çıxardılar bu kimi. Baxırlar, hadı xəstə, pulgir, həyasız, hələ adamlar varsa, danışığından da görsənir. Ona görə qardaşlar, yəni, dinimizi öyrənək, əməlliyək və yayaq dinimizi, düzgün dinimizi. Biz də xurafatın əleyhinəyik. O hələm doğulmamışdan qabaq biz danışırdıq ondan, hələ şeylərin, biz də xurafatın əleyhinəyik. Hələ ən birinci biz radikallığın əleyhinəyik, özümüz də əziyyətini çəkmişik. Ona görə qardaşlar, onlar hamısı publikaya hələ belə çıxışlardır və bəzi savadsız liberallar götürüb liberalizmi dinə salıblar. Çünki dində də liberallıq lazımdır. Bu saat belə siyasət gedir. Nəinki bizim ölkədə. Hətta Saudiyanın özündə baxmayaraq, Saudiya İslam əhkamlarla yaşayan ölkədir və sonra həmçinin alimlərin olan ölkəsi. Lakin orada da adamlar varsa, liberallar çıxıblar, deyirlər, ha, yox, belə lazım deyil, bu hədis belədir, bu hədis belədir. Aydındır, lakin mən bir şey deyim də, bu belə adamlar, bu hədis gör ki, Quranda belədir, özlərindən başlayırlar. Bunlar bəzi ölkələrdə artıq bu proses olub gedib. Bizdə təzə düşüb. Bu da indi müvəqqəti danışıb çıxıb gedəcək bu da. Yəni, sadəcə müvəqqəti bir haldır, lakin biz özümüz, hələ adamların faydası nədir? Bizi daha da ciddiləşdirir. Mövqeyimizdə, bəyanda, dəvətdə. Aydındır, biz hələ olmalıyıq. Ona görə məsələn, hansısa kafir Quranı yandıranda lazım deyil ki, onu öldürmək zat. Əksinə biz Qurana daha çox bağlanacaq. Peyğəmbəri söyləndə biz Peyğəmbərimiz daha çox bağlanacaq. Ən düzgün yol budur, qardaşlar. Allah yenə təbrik eləyirik qardaşımızı. Allah xoşbəxt eləsin övladları. Allah mübarək eləsin, xeyirli, bərəkətli olsun. Və sələmu aleykum və rəhmətullahi və bərəkatuhu.